Salam, hörmətli valideynlər. Bugün sizə çox maraqlı bir mövzu haqqında məlumat vermək istəyirəm. Sidik qaçırmalar haqqında danışmaq istəyirəm. Sidik qaçırmalar adətən həm uşağın, həm ailənin sosial həyatına çox ciddi təsir edən problemdir. Lakin müalicəsi vardır, həll yolu vardır. İlk növbədə bunu qəbul etmək lazımdır ki, hər sidik qaçırma xəstəlik deyil. Adətən uşaqlar sidik tutmaqlarını 5 yaşa qədər mərhələ şəkildə öyrənirlər. 3-4 yaşlarında gündüz sidik qaçırmaları dayanır. 4-5 yaşlarında isə artıq gecə sidik qaçırmaları dayanmağa başlayır. Əgər sizin uşağınızın 5 yaşı varsa və altını isladırsa, bu problem hələ də davam edirsə, bu zaman narahat olmağa dəyər və valideynlərin diqqət etməli olduqları bir neçə məqam vardır. Əgər uşaqlarınız 5-6 yaşında həm gecə, həm gündüz sidik qaçırırsa və yaxud daha diqqətli olacağımız məqam gündüzlər sidik qaçırmağa başlayıbsa, sidiyə gedərkən ağrısı olursa, yanması olursa, sidiyin rəngi bulanıqdırsa və yaxud da burada qoxular varsa, sidikdən gələn, bundan başqa əgər uşaq sidiyə gedərkən ayaqlarını çarpazlayırsa, özünü sıxırsa və ya birdən durub qaça-qaça tualetə gedir və sidiyini çatdıra bilmirsə, bu zaman artıq bizi narahat etmək gərəkən səbəblər vardır. Adətən sidik qaçırmaların səbəbi sidik yolu infeksiyalarıdır, qəbizliklərdir, sidik kisəsinin funksional problemlərdir və ya psixoloji problemlərdir ki, bəzən olur ki, uşaqları valideynlər utandırır, cəzalandırır, onları buna görə danlayır. Nəzərə almaq lazımdır ki, bu uşaqdan asılı olan bir problem deyil. Uşaqları qətiyyən danlamaq, cəzalandırmaq olmaz. Ailəyə yeni övlad gələndə və yaxud ailənin yeni bir evə köçəndə uşaqlarda bu simptomlar arta bilər. Bəzən ailələr elə bir simptomlar qeyd edirlər ki, bizə doktor əvvəldə sidik qaçırması yox idi, quru idi, lakin yeni başlayan bir şikayətlərdir. Bu zaman daha diqqətli olmaq lazımdır. Buna görə də adətən bu şikayətləri olan ailələrə tövsiyəm odur ki, uşaqları psixoloji olaraq incitmədən, onlara sakit yanaşaraq davranmaq lazımdır. Uşaqlar yatmamışdan öncə onlara su qəbulu rejimini anlatmaq lazımdır. Yatmamışdan 2-3 saat öncə su, maye qəbulunu dayandırmaq lazımdır. Bundan sonra başqa yatmadan öncə tualet vərdişlərinin öyrədilmək lazımdır və gündəlik tualet vərdişlərinin öyrədilməsi ilə bu problemlər tezliklə həll olur. Bəzən isə bunları eləməyə baxmayaraq problemlər davam edir. Bu zaman isə biz bir həkim mütəxəssisi uşağın yönləndirilməsinin tərəfindəyik. Bu qədər təşəkkür edirəm.